Hər birinizi salamlayıram. Bu gün çox əhəmiyyətli mövzulardan biri olan ağız sağlamlığı və hamiləlik haqqında Nigar doktor bizi məlumatlandıracaq. Mövzumuza keçməmişdən qabaq istərdim ki, Nigar doktor özünü təqdim etsin. Salam Cəlil doktor, necəsiz? Çox gözəl bir mövzudur. Öncəliklə özümü tanıtmaq gərəkirsə, 96-cı il Masan şəhərində anadan olmuşam. Orta təhsilimi Ankara və Anadolu məktəbində bitirmişəm. Daha sonra 2016-cı ildə Samsun 19 Mayıs Universitetində diş həkimliyimi oxuyub baş çatdırdıqdan sonra 2 ildə İstanbul klinikalarının idarə edilməsi üzrə bitirmişəm. Hal-hazırda Bakıya qayıtmışam və pasient qəbuluna başlamışam. Çox gözəl mövzudur. İnşallah ki, aydınlığa da İnşallah. Hamiləlik hər bir qadın üçün gözəl, həm də çox xüsusi bir dövrdür. Bəzi elm xadimlərinin fikrincə bu tam da sağlamlıq halı deyil. Çünki ananın bətnində bir çox dəyişikliklər baş verir və bunlar da mütləq diqqətlə izlənilməlidir. Ancaq təəssüf ki, cəmiyyətimizdə hamiləlik və ağız gigiyenası haqqında çox da məlumat yoxdur. Bir çox gənc ananın bu barədə kifayət qədər məlumatı yoxdur. Səbəbi nədir? Ağız sağlamlığına biganə yanaşılmağı, tibb işçiləri arasında təlim üçün kifayət qədər zamanın olmaması, stomatoloqların dövlə zərər vermə qorxusu, mənfi hamiləlik nəticələrində məhkəmə iddialar riski və bir çox digər faktorlar buna görə bulunmaz olur. Ona görə istəyirdim hamiləlikdə ağız gigiyenası niyə bu qədər önəmlidir? Bunun haqqında qısa bir izah verim. Hamiləlikdə immun sistemi bastırılır ki, döl ana bətnində inkişaf edə bilsin. Bu da həmçinin özü ilə bərabər bəzi otoimmün xəstəlikləri, virus mənşəli infeksiyalara, ürək-damar problemlərinə meyilli artıra bilir. Həmçinin hormonların dəyişməsi, immun cavabının azalması da diş əti iltihabı reaksiyasına, parodontal xəstəliklərə meyli artırır. Təbii ki, təkcə bunlar tək faktor deyil. Ağız gigiyenasının pis olmağı da, yaxşı olmamağı da bunu şiddətləndirir. Yəni ikisi arasında xüsusi bir əlaqə var. Bu dövrdə östrogen və progesteron hormonlarının da artmağı diş əti altında mikrofloranı dəyişdirir. Bəzi zərərli bakteriyalar çoxalaraq diş əti altında zədələnməyə səbəb olur. Əgər erkən müdaxilə olunmazsa, bu erkən doğum və asikli körpə doğulmağı üçün zəmin yaradır. Hamiləlik inqibti də adətən 2-ci ayda başlayır və 8-ci ayda pik səviyyəyə çatır. Müalicə olunmazsa periodontitə, yəni diş ətini də sümüyü də qaplayan bir zərər verir. Ona görə də zamanında müalicə olunmağı tövsiyə edirik. Tez-tez baş verən qusma halları da dişlərdə eroziyaya səbəb olur. Qusmadan dərhal sonra diş fırçalanmağını tövsiyə eləmirik. Yarım saat bir müddət keçməli, ağız sodalı su ilə qarqara olunmalı, daha sonra fırçalanmağını tövsiyə edirik. Qazlı içəcəklərin də qəbulu bu prosesi daha da şiddətləndirir. Ona görə hamilələr qazlı içəcəklərdən bu dövrdə uzaq durmağı istəyirik. Doktor, əslində elə qusma ilə bağlı bir sual vermək istəyirdim. Hamiləlik dövründə bəzi xanımlarda qusma, xüsusilə birinci trimestrdə şiddətli qusmalar olur və diş fırçalamaq da buna belə deyim, daha da pis hala gətirdiyi üçün, şiddətləndirdiyi üçün bəzi xanımlar diş fırçalamaqdan qaçınırlar. Bu halda nə etmək olar bu halların qarşısını almaq üçün? Bir çox belə hal vardır. Biz həkimlərlə konsultasiya edirik. Onlar preparatlar verirlər qusma halını azaltmaq üçün və onda yenə normal fırçalamaq olur. Və mən tövsiyə edirəm, elə olduğu təqdirdə burnu tutaraq, yəni nəfəsi biraz dayandıraraq elə şəkildə arxa qismləri təmizləsinlər. Ancaq unudulmamalıdır ki, yəni bəli, biraz zor ola bilər o xanımlar üçün, amma həm öz üçün, həm də bətnindəki övlad üçün çox önəmli bir faktor olduğu üçün mümkün qədər qusma halı keçdikdən sonra fırçalamağı tövsiyə edirəm. Bəs doktor, məsəl üçün diş fırçasını ölçüsünün belə deyim kiçildilməsi məsələn bu cür hallar tövsiyə olunurmu yoxsa? Bizim hər pasient üçün tövsiyə etdiyim fırçaları sıx-sıx olmalıdır. Yetəri qədər çox gecə diş fırçalamaq heç bir pasiyentin üçün tövsiyə eləmirəm. Əsas dişlər doğru fırçalanmağa lazımdır. Yəni diş pastasının dəyişdirilməsi və yaxud da hansısa bir diş pastasını önərirəm, yox. Doğru dişlər fırçalandığı təqdirdə heç bir problem yaranmır. Bəzən hamiləlik dövründə granuloma dediyimiz, hamiləlik şişi dediyimiz diş ətində şişliklər yaranır. Bəzən bunlara toxunmamıza ehtiyac olmur. Hamiləlikdən sonra özləri
balacalaşır gedir. Ancaq bəzən də ananın çeynəməyinə mənfi təsir göstərir, qanama, ağrı halları göstərir. Bu zamanda məcbur oluruq bunları müdaxilə edirik. Diş müalicəsi üçün də ikinci trimestr dediyimiz 14-cü 20-ci həftələrdə daha çox müalicə eləməmiz daha yaxşı olur. İlk və son aylarda çox tövsiyə eləmirik, amma bəzən ehtiyac olduğu təqdirdə müalicə eləyirik. Bəs doktor, ikinci trimestrdə müalicə zamanı istisna edilən prosedurlar varmı? Yəni yenə də bunlardan qaçınılsa yaxşı olar dediyiniz? Təbii ki, çox zəruri olmayan, məsələn, dişlərin ağardılması prosesi, yəni belə zövqə görə proseslərdən, çox uzun müddətli oturmalı olduğu proseslərdən qaçınmağa çalışırıq. Sadəcə təcili diş əti sağlamlığını qoruyacağımız proseslər, çürüklər və yaxud da sinir ağrıları, bunları müalicə eləməyə çalışırıq. Elmi araşdırmalar göstərir ki, hamiləlik dövründə aparılan periodontal müalicələr erkən doğum riskini xeyli azaldır. Yəni ki, bu perinatal baxım üçün ayrılmaz bir hissədir. Qidalanma da çox soruşulur. Daha çox biz hamilələrə kalsium, fosfor, vitaminlərlə zəngin qidalanmağı tövsiyə edirik. Bəzi bizdə inanış var ki, övlad ananın dişlərindən kalsiumu belə deyək, sorur, çəkir. Bu yanlış bir inanışdır. Əgər orqanizmin vitamin ehtiyacı varsa, bu sümüklərdən alır o kalsiumu. Analar da təəssüf ki, karbonhidrat daha çox bəslənirlər, kalsium içərikli bəslənirlər. Bəzən də hamilə olanda insanlar daha çox belə deyim, fərqli növ qidaları birlikdə qəbul edirlər və qida qəbulu da artır. Bu halların ağız sağlamlığına təsiri çox böyük təsiri var. Çox gözəl sual verdin. Mən əsasən də nəyə diqqət edirəm? Hamilə analar çox yatağın yanında yemək saxlayırlar. Gecə aclığı təqdirdə yemək atsın ağzına. Bu elə ən böyük bizim üçün problemdir. Dişlər sağlamlığı üçün. Daha sonradan hamiləlik bitəndən sonra deyirlər ki, hamiləlikdə uşağa görə belə oldu. Bunlar qətiyyən əsası yoxdur. Gecə acınma hallarında su içməyimizi, təəssüf ki, çünki qidalanırsınızsa yarım saat sonra dişlərinizi fırçalamalısınız. Daha çox şəkərli qədalar qəbul edirlər, karbonhidratı qəbul edirlər. Yenə dediyim kimi, bunlardan da sonra lazımdır ki, yarım saat sonra dişlər fırçalansın. Yəni bunlara diqqət etdiyimiz təqdirdə hamiləlikdə heç bir başqa bir problem yaranmır. Və dərman qəbulundan danışmaq istəyirəm biraz da. Hansı dərmanları biz verə bilirik? Ağrı kesicilərdən parasetamol qrupundan verə bilirik və klinikada elədiyimiz lidokainlər adi dozda da vurulduğu təqdirdə heç bir başqa bir problem yaratmır və antibiotiklərdən də penisinlər, sefalosporin qrupu dərmanları verə bilirik. Ancaq yenə də biz bunları pasiyentimizin həkimi ilə də daimi əlaqədə olaraq eləyirik. Və əgər biz rentgen almaq məcburiyyətimiz varsa, quruluşun önlüklər taxılaraq bunlar edilməlidir və çalışırıq ki, bundan yayınaq. İlk trimestrdə də daha çox bundan yayınmağa çalışırıq. Yəni, qısacası, hamiləlik düşünən analar hamiləlikdən öncə mütləq şəkildə ağız sağlamlığı tam olmalıdır, bərpa olunmalıdır. Çürüklər, diş ətində hər hansı bir infeksiya, diş daşları olmamalıdır. Buna görə müalicəni aldıqdan sonra hamiləlik planlasalar daha gözəl olar və hamiləlik dövründə istəyirik ki, sakit bir dövr keçirdək. Amma əgər yox, bir narahatçılıq olarsa, ehtiyac olarsa, həkimlə konsultasiya eləyərək prosedurlarımızı eləyirik. Çalışırıq ki, həm ana, həm övlad sağlam şəkildə bu dövrü 9 ayı gözəl bir şəkildə keçirsin. Əslində doktor, belə deyə bilərik ki, hamiləlik dövründə uşağın anaya olan təsiri azdır, nəinki ananın övladına olan təsiri. Bu sənin dediyində mənə bir nüansda ağlıma gəldi. Deməli, mən daha çox nəyə diqqət edirəm? Ananın ağız sağlamlığına diqqəti övlada da təsir eləyir. Bəzən o körpə yeni doğulubdur, fikir verirəm, sosqanı, qaşığı ana ağzına qoyur, daha sonra da uşağa verir. Bu mütləq şəkildə deyirlər ki, anasıdır, anasından olsun. Xeyr, bu səhv inanışdır. Körpənin ağzı sterildir, sağlamdır. Bizim ağzımızda bir çox bakteriya var ki, bu bizə zərəri yoxdur, amma övladımıza zərəri var və biz o bakteriyalı, o qədər bakteriyanı uşağın ağzına yerləşdiririk və düşünün ki, daha sonra bu uşağın süd dişləri çıxdığı zaman çürük deyirlər, mən fırçaladım və yaxud da mən bunları vermədim. Xeyr, biz ona bakteriyanı zaten vermişik və daha sonra süd dişləri tökülür, daimi dişlərdə çürük. Yəni, bu bir övladın bütün bir ömrünə təsir edən bir şeydir. Ona görə də
Həqiqətən də bugünkü bu mövzumuz çox önəmli mövzuydu. Mən cəmiyyətimizdə həqiqətən də istəyərəm ki, analar bu barədə bilinçli olsunlar, məlumatlı olsunlar ki, həm öz diş sağlamlıqlarına, həm də övladların diş sağlamlığına çox xüsusi diqqət edirsinlər. Çox təşəkkür edirəm bu mövzunu seçdiyiniz üçün. Mən çox sağ olun doktor. Həqiqətən çox sizə təşəkkür edirəm ki, bu qədər əhəmiyyətli bir mövzu haqqında siz öz bilgilərinizi bizimlə bölüşdünüz. Ümid edirəm ki, növbəti mövzular haqqında da, yəni fərqli mövzular haqqında da belə Olar. Təbii ki, danışa bilərik. İnşallah. Çox sağ olun. Təşəkkür edirik izlədiyiniz üçün.